Salam dostlar. Mayalanma, bətindaxili inkişaf, uşağın doğulduqdan sonrakı inkişaf dövrləri testlərinə baxırıq. Birinci sual. Azərbaycanda oğlanlarda cinsi yetişkənlik dövrü müşahidə olunur. Oğlanlarda 13-14 yaş, qızlarda 10-12 yaş kimi götürürük. İkinci suala baxaq. İnsanda bətindaxili inkişafın döl dövrü nə vaxtdan başlayır? Döl dövrü biz bilirik ki, ciftin əmələ gəlməsi anından başlayır. Bu da A variantına uyğun gəlir. 3. Hansı müddəa doğru deyil? A. İki dölün bir cifti ola bilməz. Əgər eyni yumurta əkizləridirsə, bir cifti ola bilər. Bu elə doğru deyil. 4-cü sual. İnsanda bətindaxili inkişafın döl dövrü neçə aya başa çatır? Döl dövr 7 ay, rüşeym dövrü 2 ay çəkir. 6-cı sual. Uşaqda doğulduqdan sonra inkişafın neçə dövrü ayırd edilir? Postembrional inkişaf uşaqlarda demək 5 dövrü əhatə edir. 7. Hansı müddət insan üçün doğrudur? Ziqotdan rüşeym, bəli, rüşeymdən isə döl inkişaf edir. Bəli, elə bu variant doğrudur. 8. İnsanda yeni doğulma dövrü təqribən nə qədər davam edir? Yeni doğulma və ya cağa dövrü 1 ay müddət əhatə eləyir. Uşağın inkişafının südəmər dövrü nə qədər davam edir? Südəmər dövr demək, ikinci yaş dövrüdür. Bu 1 aydan 1 ilə kimi olan müddəti əhatə eləyir. Ay olaraq 11 ay davam edir. D variantı. 10-cu sual. İnsanın ontogenezi başlayır. Ontogenez bilirik ki, uşaqlıq borusunda ziqotun yaranması ilə başlayır. 11-ci sual. İnsanda bətindaxili inkişafın rüşeym dövrü başlayır. Rüşeym dövrü implantasiya anından başlayır. Yəni, rüşeym uşaqlığın selikli qişasına yapışır. Biz buna implantasiya deyirik. 12. Akselerasiya mənfi təsir göstərə bilər. Akselerasiya uşağın əqli və fiziki inkişafının sürətli getməsidir. Təbii ki, qidada vitamin çatışmazlığı olarsa, bu akselerasiya mənfi təsir edə bilər. 13. Cinsi yetişkənlik adətən uşağın hansı yaş dövrünə təsadüf edir? Bu məktəb dövrünə düşür. Məktəb dövrü 6 yaşdan başlayır, 17-18 yaşına kimi davam edir. Cinsi yetişkənlik də bu dövrə təsadüf edir. 14. İnsanın inkişafında yaslı dövrü davam edir. Yaslı dövr demək 1 yaşından 3 yaşına kimi olan bir dövrdür. Bu da 24 ay edir. 15. Hansı mümkün deyil? A. Mayalanmış 2 yumurta hüceyrədən 3 və daha çox rüşeymin əmələ gəlməsi. Əmələ gələ bilər, çünki bu məsələn eyni yumurta əkizləri ola bilər. 2 yumurta hüceyrə mayalansın. Eyni yumurta əkizlərində bilirik ki, ziqot bölünür və hər blastomerdən bir rüşeym inkişaf edir. B variantında mayalanmış bir yumurta hüceyrədən 3 və daha çox rüşeymin əmələ gəlməsi, bu da mümkündür eyni yumurta əkizlərində. C. 2 oğlan dölünün bir ciftə malik olması, bəli, yenə eyni yumurta əkizlərində cinsiyyət eyni olur və onların bir cifti olur. D. Oğlan və qız döllərinin ümumi ciftə malik olması. Artıq oğlan və qız bunlar müxtəlif yumurta əkizləridir. Müxtəlif yumurta əkizlərində eyni cift olmur. Yəni hər dölün öz cifti olur.
Ona görə D variantı burada səhvdir. 16-ya baxırıq. Hansı müddəa doğrudur? A. Müxtəlif yumurta əkizləri eyni ziqotdan əmələ gəlir. Müxtəlif yumurta əkizləri eyni yox, ayrı-ayrı ziqotlardan əmələ gəlir. Bu səhvdir. B. Müxtəlif yumurta əkizləri həmişə cinsiyyətcə fərqlənir. Xeyr, müxtəlif yumurta əkizləri demək, cinsiyyətcə eyni də ola bilər, müxtəlif də ola bilər. Amma eyni yumurta əkizləri mütləq eyni olur. C. Eyni yumurta əkizləri adətən eyni ciftə malik olur. Bəli, eyni yumurta əkizlərinin bir cifti olur. 17. Uşağın postembrional inkişafının ən qısa dövr bu yeni doğulma dövrüdür. 1 ay çəkir, yəni birinci dövrdür. 18-ə baxırıq. Uşağın postembrional inkişafının ən uzun dövrü bu məktəb dövrüdür. Bu da 5-ci dövrdür. 19. Bətndaxili inkişafının rüşeym mərhələsində rüşeymin qidalanması baş verir. Rüşeymi qidalandıran xovlu qişadır. Biz də burada xovlu qişanı tapmalıyıq. E variantında rüşeymi əhatə edən qişanın xovları vasitəsilə, bəli, bu düzdür. 20-ci sual. İnsanda yumurta hüceyrənin uşaqlığa düşməsi onu göstərir ki, əgər yumurta hüceyrə uşaqlıq borusunda mayalanır, əgər o uşaqlıq borusunda mayalanmayıb, düşüb uşaqlığa, demək ki, mayalanma baş tutmayıb. C variantı. 4 eyni yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak edir? Eyni yumurta əkizlərində bir spermatozoid, yəni erkək qamət, bir də dişi qamət yumurta hüceyrə iştirak edir. Yəni 2 qamət iştirak edir. Uşağın sayından asılı olmayaraq eyni yumurta əkizlərində 2 qamət iştirak edir. Amma müxtəlif yumurta əkizlərində, məsələn 22-ci sualda 3 müxtəlif yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak edir? Uşağın sayını həmişə 2-yə vurun. Bu eləyir 6. 23. İnsanda 3 eyni yumurta əkizinin ziqotunun əmələ gəlməsində bilavasitə neçə spermatozoid iştirak eləyib? 3 eyni yumurta əkizlərində həmişə bir spermatozoid, bir yumurta hüceyrə iştirak eləyir. Spermatozoid soruşduğuna görə biz 1 götürürük. 24. İnsanda ziqotun bölünməsi normal halda başlayır. Ziqot yaranır uşaqlıq borusunda, elə orada da bölünməyə başlayıb rüşeymi əmələ gətirir. İnsanda ziqotun əmələ gəlməsi harda baş verir? Yenə də uşaqlıq borusunda. 26-cı suala baxırıq. Oğlanlarda ikincili cinsi əlamətlər ilk dəfə morfoloji cəhətdən aşkar olunur. Birincili cinsi əlamətlər elə demək, bətndaxili inkişafın 3-cü ayından başlayaraq müəyyən etmək olur. Yəni qız və ya oğlan olması, amma ikincili cinsi əlamətlər artıq bu demək, məktəb dövrünə təsadüf edir. Çünki cinsi yetişkənlik o dövrə uyğun gəlir. Biz də məktəb dövrünü götürməliyik. D variantı. 27-yə baxırıq. Demək, 27-də eyni yumurta əkizi olan 2 qızdır, eyni yumurta əkizi olan 2 oğlandır. Uyğunluğu tapmalıyıq. Əmələ gəlməsində iştirak edən qametlərdə 2 ədəd X cinsi xromosomu olmuşdur. Eyni yumurta əkizi 2 qızdırsa, bunda demək XX, XX. Burada biz 4 dənə X qaməti görürük. Düzdürmü? Əmələ gəlməsi iştirak edən qametlərdə 2 ədəd X xromosomu olmuşdur. Bəli, 2 ədəd burada X xromosomu birləşib qız əmələ gətirib. Amma Z-də eyni yumurta əkizi olan oğlandır. Əmələ gəlməsində 1 X var, 1 Y iştirak edib. Ona görə birinci X-ə aiddir. 2. Əmələ gəlməsində iştirak edən müxtəlif cinsli xromosomların say nisbəti 1-in 1-dir. Bu, demək, eyni yumurta əkizi olan 2 oğlanın əmələ gəlməsində bir dənə, demək, iştirak eləyib X, bir dənə iştirak eləyib Y. Bu da 1-1 nisbətini
bizə verir. Bunlar eyni yumurta əkizləridir. Ona görə bunlarda ilə birini yazsaq kifayətdir. 3. Bir ziqotdan inkişaf etmişdir. Hər ikisi eyni yumurta əkizi olduğuna görə bir ziqotdan iştirak eləyib. 3 bunların ortaq xüsusiyyətidir. Ziqotların əmələ gəlməsində iştirak edən bütün qametlərdə autosom xromosom müxtəlifliyi 22-dir. Autosom dediyinə görə hər ikisinə ortaq xüsusiyyətdir. Çünki məsələn X-də 2 qız eyni yumurta əkizi olan 2 qızdır. Burada ümumi xromosom müxtəlifliyi 23-dür. Amma Z-də eyni yumurta əkizi olan 2 oğlandır. Bizə bildirir ki, kişilərdə xromosom müxtəlifliyi 24 olur. Məhz cinsi xromosomun X, Y olduğuna görə. Amma autosomu soruşduğuna görə autosom hər ikisində 22-dir. Demək, X-ə 1 aiddir. Y 3, 4, Z-ə 2 aiddir. B variantı. 28-ə baxırıq. Bir-birinə oxşamayan 4 əkizin 3-ü qız, biri oğlandır. Demək, bunlar müxtəlif yumurta əkizləridir. Onların əmələ gəlməsində neçə erkək, neçə dişi qamət iştirak eləyib? Demək, 4 əkizdirsə, 4 dənə spermatozoid, 4 dənə yumurta hüceyrəni mayalandırmışdı. 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdi. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız. İkincində isə bacı qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanma prosesində bilavasitə neçə qamət iştirak etmişdi? Demək, birinci qadın eyni yumurta əkizi doğub. Çünki bir-birinə çox oxşayan qızdır. Eyni yumurta əkizində demək, 2 qamət iştirak eləyir. Yəni, uşağın sayından asılı olmayaraq bir yumurta hüceyrə, bir spermatozoid 2 qamət iştirak eləyir. Amma ikinci qadında müxtəlif yumurta əkizləridir. Çünki onlar bacı qardaşdır deyilir. Müxtəlif yumurta əkizlərində də qametlərin sayı, uşaqların sayını biz 2-yə vuraraq qametlərin sayını tapırıq. Demək, 2 və 4 E variantı. 30. 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdi. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız, ikincininki isə bacı qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanmada bilavasitə neçə spermatozoid iştirak etmişdi? Birinci qadın eyni yumurta əkizidir. Eyni yumurta əkizlərində bir spermatozoid iştirak eləyir. İkinci qadında müxtəlif yumurta əkizidir. 2 uşaq dünyaya gəlibsə, 2 spermatozoid də iştirak eləmişdi. D variantı. 31. İnsanda cift əmələ gəldikdən sonra nə qədər vaxt sonra o hormon ifraz etməyə başlayır? Cift əmələ gəlir 3-cü ayın əvvəli. 3-cü aydan, amma 4-cü aydan hormon ifraz eləyir. Bu da təqribən 1 ay müddəti əhatə eləyir. 32-yə baxırıq. Əkizlərdən hər ikisi eyni ciftlə qidalanarsa, fikirlərdən hansı doğru olar? Eyni cifti varsa, demək bu eyni yumurta əkizidir. Eyni yumurta əkizidir. Baxaq, birinci, eyni cinsiyyətli ola bilər. Bəli, eyni yumurta əkizləri eyni cinsiyyətli olur. Bu düzdür. 2. Müxtəlif cinsiyyətli ola bilərlər. Biz 33-ə baxırıq. Demək, müxtəlif cinsiyyətli ola bilər. Eyni yumurta əkizi ancaq eyni cinsiyyətli olur. 2 səhvdir. 3-cü, mayalanmada bir ədəd qamçılı qamət iştirak edə bilər. Bəli, eyni yumurta əkizlərində bir spermatozoid iştirak edir. Onda qamçısı var. Demək, 1 ilə 3-dür. Biz burada 32-ni qaçırdıq. 32-yə də baxaq. Əkizlərin hər ikisinin müxtəlif cifti olarsa, hansı doğru ola bilər? Demək, müxtəlif cifti varsa, bu müxtəlif yumurta əkizidir. 1. Eyni cinsiyyətli ola bilərlər. Müxtəlif yumurta əkizləri eyni cinsiyyətli də ola bilər, müxtəlif cinsiyyətli də ola bilər. Bu birinci düzdür. 2. Müxtəlif cinsiyyətli ola bilərlər. Bəli, bu da düzdür. 3. Mayalanmada 2 ədəd qamçılı qamət iştirak eləyib. Bəli, müxtəlif yumurta əkizlərində əkizlərin sayı qədər yumurta hüceyrə, əkizlərin sayı qədər spermatozoid, yəni qamçılı qamət iştirak eləyir. Demək, hər üçü doğrudur. 34. 3 eyni yumurta əkizləri neçə ziqotdan əmələ gələr? Eyni yumurta əkizləri bir ziqotdan əmələ gəlir. 35-ə baxaq.
Qadın orqanizmdə 4 müxtəlif yumurta əkizinin yaranmasında bilavasitə iştirak edən qametlərin sayı, ciflərin sayı, göbək ciyələrinin sayı. 4 müxtəlif yumurta əkizidirsə, qametləri tapmaq üçün dedik 2-yə vururuq. Demək 8 qametdir. 4 müxtəlif yumurta əkizi hər dölün də öz cifti olacaq. Demək Y-imiz 4 eləyir. Göbək ciyəsi də elə hər dölün bir göbək ciyəsi olacaq. Demək 8, 4, 4 toplayırıq bunları, bizi verəcək 16. 36-ya baxaq. Cədvəl verib bizə uşaqların demək hansı cinsli uşaqların dünyaya gəldiyini müəyyən edin. Demək X, Y, Z. Mayalanmada mayalanan yumurta hüceyrələrinin sayı X-də 2-dir. Əmələ gələn döllərin somatik hüceyrələrinin bir nüvəsində olan X cinsi xromosomların sayı 4-dür. Bir nüvəsində olan X cinsi xromosomların sayı 4-dür. Demək 4 dənə bunun X xromosomu var, düzdürmü? 4 dənə X xromosomu var. Biz bilirik ki, demək X X-dirsə bu qadındır, düzdürmü? Yəni qızdır. X qızdır. Y-də baxaq. 2 yumurta hüceyrə mayalanıb, amma 2 dənə somatik hüceyrəsində X xromosomu var. Demək, o zaman bu uşaqlar X, Y-dir. Çünki 2 dənə X xromosomu var. Yerdə qalan xromosom, cinsi xromosom Y-dir. Demək, Y oğlandır. 2 oğlandır, düzdürmü? Çünki 2 dənə yumurta hüceyrə mayalanıb. Z-də 3 yumurta hüceyrə mayalanıb. 3 dənə də X-i var. Demək, bu 3 dənə oğlandır. 3 oğlandır. Demək, variant olaraq 2 qız, 3 oğlan, 3 oğlan. Demək, A variantı bura uyğun gəlir. demək, 7-yə baxırıq. X, Y, Z verib, mayalanmada iştirak edən qametlərdəki X cinsi xromosomların Y cinsi xromosomlara nisbəti 3-ün 1-ədir. Demək, 3 dənə X-i var bunun, 1 dənə Y-i var. Dünyaya gələn əkiz uşaqların sayı da 2-dir. Demək, buna bir qız uşağı, bir oğlan uşağı dünyaya gələcək. Y-də 5-in 1 nisbətidir, yəni 5 dənə X-i var. Bir dənə Y-i var. Düzdürmü? Yəni 2 qız, bir oğlan dünyaya gələcək. Z-də isə 1-1 nisbətidir. Yəni 1 X-i var, 1 Y-i var. 4 dənə uşaq gəlibsə, 4 dənə də X, Y-i var. İndi variant üzərində baxaq. 1. Y 2 eyni yumurta əkizi dünyaya gətirmişdi. Y 2 eyni yumurta əkizi dünyaya gətirmişdi. Xeyr, bunlarda axı demək 2 qız, 1 oğlandır. Eyni yumurta əkizlərində cinsiyyət eyni olmalıdır. Bu səhvdir. B-yə baxaq. Z-in dünyaya gətirdiyi uşaqların hamısı oğlandır. Bəli, Z-də X, Y gördük ancaq. Bu hamısı oğlandır. B variantı burada düzdür. C-yə baxaq. Z-in dünyaya gətirdiyi uşaqların ikisi qız, ikisi oğlandır. Z-də hamısı oğlan idi. Çünki 1-1 nisbəti idi. Cinsi xromosomların nisbəti. Bu səhvdir. D. X-in eyni yumurta əkizləri dünyaya gətirmişdi. X eyni yumurta əkizləri dünyaya gətirmişdi. Amma biz görürük ki, X-də bir qız, bir oğlandır. Eyni yumurta əkizləri eyni cinsiyyətli olmalıdır. Y-yə baxaq. Y-in dünyaya gətirdiyi bütün uşaqlar oğlandır. Xeyr, Y-in demək 3 uşağından ikisi oğlandır, biri qız idi. 38-ə baxırıq. Demək, qadın orqanizmində sarı cisimlər cəmi 280 gün qana hormon ifraz eləyib. Onların əmələ gətirdiyi folikullarda neçə yönəldici cisimcik yaranar? Biz bilirik, sarı cisim 14 gün qana hormon ifraz eləyir, yəni mayalanma baş verməyibsə. Demək, 280-ı biz 14-ə bölsək, bu bizə verəcək 20 dənə yumurta hüceyrə yaranacaq. Yəni 20 ovulyasiya olacaq, 20 yumurta hüceyrə yetişəcək. Amma bizdə yönəldici cisimcik soruşur. Biz də gametogenezi yadımıza salırıq. Oradan bilirik ki, bir yumurta hüceyrənin yaranması üçün meyoz prosesi baş verir.
ovogenezin yetişmə mərhələsində meyoz baş verir. Bir yumurta hüceyrə 3 yönəldici cisimcik yaranır. İndi 20 yumurta hüceyrənin də yaranması üçün ondan 3 dəfə çox 60 yönəldici cisimcik yaranmalıdır. 39. Qadının normal ontogenezi müddətində yetişmə zonasının sonunda əmələ gələn bütün yönəldici cisimciklərdə cəmi neçə cinsiyyət xromosomu olar? Biz bilirik, qadın normal ontogenezində 350, demək 500 folikul yetişir, düzdürmü? Yumurta hüceyrə əmələ gəlir. Amma bizdən yönəldici cisimcik soruşur. Yönəldici cisimcik 3 dəfə bunlardan çoxdur. 350-ni 3-ə vururuq, eləyir 1050, 500-ü də 3-ə vuranda 1500. Demək 1500 dənə, 1050 və 1500 yönəldici cisimcik yaranar. Yönəldici cisimciklər də haploid xromosom yığımlıdır. Onların bir cinsiyyət, yəni X xromosomu olur. Cavab C variantıdır. Sonra 40-cı suala baxaq. Bədəndə oğlan uşağı olan bir qadında ilkin cinsiyyət hüceyrəsində demək XX cinsi xromosomun sayını soruşur. XX ilkin cinsiyyət hüceyrəsi bu hələ meyoz keçirməyən hüceyrədir. 2N-dir. 2N olduğuna görə bunda XX-dir hələ ki. Uşaqlığın əzəli hüceyrəsi somatik hüceyrədir. Bu da XX-dir. Sarı cisimdə somatik hüceyrədir. XX-dir. Dölün göbək ciyəsinin hüceyrəsi artıq döldür. Döl də bilirik ki, bətnində oğlan uşağıdır. Yəni oğlan dölüdür. Oğlanda da XY olur. Bizdən isə XX-i soruşur. XX-i soruşduğuna görə demək A, B və C bura uyğun gəlir. A, B və C. Variantı olaraq D variantı uyğundur. 41-ə baxaq. Demək, bətnində qız uşağı olan bir qadından söhbət gedir və bizdən XX-i soruşur. Yetişmiş yumurta hüceyrəsi artıq meyoz keçirib, haploid 1X-i var. Uşaqlığın əzələ hüceyrəsi somatik hüceyrədir, XX-dir. Sarı cisimdə XX-dir. Dölün somatik hüceyrəsi, dölü də qız olduğuna görə o da XX-dir. Düzdürmü? İndi burada B, C, D, yəni Y variantı uyğun gəlir. Hamiləliyin 7-ci ayında olan bir qadının yoluxduğu virus xəstəliyi onun doğulmamış uşağına keçə bilərmi? Plasenta vasitəsilə bəli, bu cür xəstəliklər keçə bilir. 43. Hamilə bir qadında cift hormon ifraz etməyə başlayanda sarı cisim hormon ifrazını dayandırır. Bu qadında sarı cisim ən sonuncu dəfə təqribən neçə aydır müntəzəm olaraq hormon ifraz edir? Biz bilirik, bir sarı cisim fazasında 14 gün, yəni 2 həftə hormon ifraz eləyir. Əgər mayalanma baş tutubsa, cift hormon ifraz eləyənə qədər, cift də hormon ifraz eləyir 4-cü aydan. Yəni 1, 2, 3 ay sarı cisim ifraz eləyir. 14 gün, bu da 3 ay, təqribən 3 ay yarım müddəti əhatə edir. 44-ə baxırıq. Diaqramda insanın embrional inkişaf mərhələlərinin davam etmə müddətləri əks olunmuşdur. Diaqrama əsasən doğru ifadəni müəyyən edin. Embrional inkişafın 3 mərhələsi var. Başlanğıc mərhələ, rüşeyin və döl mərhələsi. Başlanğıc mərhələ 6-7 gün çəkir. Burada da ən az olan ikincidir. İkinci ona uyğundur. Rüşeyin mərhələsi 2 ay çəkir. Döl mərhələsi 7 ay. 1 döl mərhələsidir. Burada birinci döl mərhələsidir. Üçüncü rüşeyin mərhələsidir. İkinci də başlanğıc mərhələdir. İndi variantlara baxaq. A. İkinci implantasiya ilə başlayır. Başlanğıc mərhələ ziqotun yaranması anından başlayır. Bu səhvdir.
B. Üçüncü embrional inkişafın 3-cü ayına qədər davam edir. Rüşeyin mərhələsi, bəli, 2 ay çəkir, yəni 3-cü ayına qədər davam edir. B variantı demək, burada doğrudur. Sonra 45. Sağlam insanın embrional inkişafı üçün mülahizələrdən hansı doğrudur? A. Başlanğıc dövr başladığı yerdə bitir. Başlanğıc dövr uşaqlıq borusunda başlayır, uşaqlıqda bitir. Bu səhvdir. B. Rüşeym dövründə yaranıb. Xeyr, rüşeym başlanğıc dövrdə yaranır. Rüşeym dövrü uşaqlıqda baş verir. Amma rüşeym özü ziqot başlayır bölünməyə uşaqlıq borusunda. Bu başlanğıc dövrə uyğun gəlir. C. Ziqotun ilk uzununa bölünməsi implantasiyadan sonra baş verir. Xeyr, ziqot uşaqlıq borusunda baş verir, bölünür. İmplantasiya isə uşaqlıqda baş verir. D. Cift hormon ifraz etməyə başlayanda döl dövrü başlayır. Döl dövrü 3-cü ayın əvvəlindən başlayır. Amma hormon ifraz eləyir. Cift demək 4-cü aydan, yəni uyğun gəlmir. Sarı cisim hər üç dövrdə hormon ifraz edə bilər. Bəli, başlanğıc dövrdə də, rüşeym dövründə də, hətta döl dövründə də bir aya yaxın hormon ifraz edir. 46. İnsanda uşaqlıq borusunda baş verir. 1. Yumurta hüceyrəni qəbul edib uşaqlığa ötürmək. Bəli. Dölün inkişafı uşaqlıqda gedir. Bu səhvdir. Yumurta hüceyrənin spermatozoidlə mayalanması, bəli, mayalanma uşaqlıq borusunda gedir. Ziqotun ilkin bölünməsi də orada gedir. Yumurta hüceyrənin tam yetişməsi də, bəli, yumurta hüceyrə yumurtalıqda yetişir, yaranır, amma tam yetişməsi uşaqlıq borusuna uyğun gəlir. 6. Rüşeymin uşaqlıq divarına yapışması, xeyr, bu uşaqlıqda gedir. 47. Doğru olanları müəyyən edin. Cift əmələ gəlməsi ilə döl dövrü başlayır. Bəli, bu düzdür. Hamilənin 3-cü ayından əmələ gəlir. Bəli, əmələ gəlməsi ilə rüşeym dövrü başa çatır, başlamır. Döl ciftdə birbaşa birləşib, xeyr, göbək ciyəsi ilə birləşmişdir. 48-ə baxırıq. Bir qadın 4 əkiz uşaq dünyaya gətirmişdi. 4 əkiz uşaq dünyaya gətirmişdi. Embrional inkişaf dövründə bu əkizlərin 2 cifti olmuşdu. 2 cifti olub. Dünyaya gələn uşaqlardan 3-ündə yalnız X cinsi xromosomları olmuşsa, deməli, bu tutaq ki, belə təsəvvür eləyək də, bu bətindir, ana bətnidir. 4 uşaqdır və bunların 2 cifti olub. Demək, 2 cifti olub, bunlar da olsun cift. Düzdürmü? Bu əkizlərin 3-ündə yalnız X cinsi xromosom olub. Demək, 3-ündə X-dir. Yəni, 3-ü qız uşağıdır. Birində Y-dir. Bunu da bildik. İndi baxaq. Birinci. Dünyaya gələn uşaqlar 2 ziqotdan inkişaf etmişdi. Bəli, 2 dənə cift varsa, 2 dənə ziqotdan inkişaf eləyib. Bu düzdür. Dünyaya gələn uşaqlardan birinin somatik hüceyrəsinin nüvəsində 24 xromosom müxtəlifliyi var. 24 xromosom müxtəlif kişilərdə də biz də görürük. Burada bir dənə oğlan uşağı var. Bəli, bu da düzdür. 3. Mayalanma prosesində iştirak edən cinsiyyət hüceyrələrindən 4-ünün qamçısı olmuşdu. Bunlar demək, bu ikisi eyni yumurta əkizidir, bu ikisi eyni yumurta əkizidir, amma bir-birlərinə nəzərən müxtəlif yumurta əkizlərdir. Yəni, 2 ziqotdan inkişaf ediblər bunlar. 2 ziqotdan inkişaf etdiyinə görə 2 dənə qamçı, spermatozoid yumurta hüceyrənin mayalanmışdır. 4 dənə yox, bu səhvdir. Mayalanmada iştirak edən cinsiyyət hüceyrələrindən 3-ünün qamçısı olmuşdu. Xeyr, ikisinin qamçısı olmuşdu. 49-a baxaq. Əgər bir qadının hamiləliyinin 49-a, əgər bir qadının hamiləliyinin 5-ci ayı tamam olmuşsa, aşağıdakılardan hansı mülahizəni demək olar? 5-ci ayı tamam olub. 1. Cift artıq 2 ayda hormon ifraz edir. Cift bilirik, 4-cü aydan başlayır, 4-5. Bəli, 2 ayda hormon ifraz edir. Bunu götürə bilərik, düzdürmü? Birincini götürə bilərik.
2. Rüşeyin mərhələsi 3 ay əvvəl bitib. Rüşeyin mərhələsi demək 2 ay davam edir. 3-cü aydan döl mərhələsi başlayır. Demək 3, 4, 5. Bəli, 3 aydır rüşeyin mərhələsi bitib. İkincisini də götürək. Demək biz 50 insanın göbək ciyəsi bir rüşeimi ciftlə birləşdirir. Bu düzdür. Demək birinci düzdür. 2 daha doğrusu rüşeyimi yox, dölü üzr istəyirəm. 1 səhvdir, 2 düzdür. Göbək ciyəsi dölü ciftə birləşdirir. 3. Uşaqlıq borusunun epitelisindən yaranır. Uşaqlıq borusunun epitelisindən yaranır. Xeyr, göbək ciyəsi demək uşaqlıq olsaydı götürə bilərdik. Hardasa, amma uşaqlıq borusu xeyr, bu səhvdir. 4. Döl dövründə fəaliyyət göstərir. Bəli, göbək ciyəsi döl dövründə cift yaranır, döl dövrü başlayır, göbək ciyəsi onda fəaliyyət göstərir. 5. Arterial qanı dölə daşıyır. Bəli, arterial qan dölə daşıyır. Venoz qanı dölə xeyr, 6 səhvdir. 51-ci suala baxaq. Demək, 51-də nə deyir? Verilən məlumatlara əsasən bu sağlam qadında göstərilən yaşa qədər təqribən maksimum neçə yumurta hüceyrə mayalanmayıb. Demək, 39 yaşı var qadının. 39 yaşı var. Və maksimum soruşduğuna görə bu, əgər 10 yaşından tsikl keçirirsə, demək, 29 ildir tsikl keçirir. Aybaşı tsikli 30 gündən bir verib. Demək, ildə görək neçə tsikl düşür buna. 29-u vuraq 12-yə. 29-u 12-yə vuranda demək 348 edir. Demək 348 dənə yumurta hüceyrəsi yaranıb. Amma deyir neçə yumurta hüceyrə mayalanmayıb. Neçə yumurta hüceyrə mayalanmayıb. Hamiləlik müddəti də 9 ay. Demək biz buradan hamiləlik müddətini çıxırıq. Çünki 9 ay ərzində axı yumurta hüceyrə əmələ gəlməyib. Yəni ovulyasiya olmayıb, aybaşı tsikli baş verməyib. 348-dən 9-u çıxmalıyıq. Yerdə də 339 qalır. 52-ci sualda həmçinin o cür tapılır. Demək 20 yaşlı qadındır. Minimum soruşduğuna görə biz 12 yaşdan götürdük bunu. Demək 8 ildir tsikl keçirir. Hamiləlik müddəti 9 ay. Aybaşı tsikli 30 gündür. Demək 8-i vuraq 12-yə. Buradan tapırıq ki 96 dəfə buna tsikl düşür, amma 9 ay hamilə qalıb deyə həmin dövrdə tsikl keçirməyib. 96-dan 9-u çıxanda 87 edir.